İzahlı test 98-ci hissə 5-ci sinif. İngilis dili choose a pair of synonyms. Birinci sual. Sinonimlər cərgəsini seçin. Birinci A bəndində baxaq slow. Yavaş mənasını verir. Fast sürətli. Bunlar antonimdir. Enjoy zövq almaq, dislike xoşlamamaq mənasını verir. Bunlar da antonimdir. Old köhnə, qədim mənasını verir. Ancient da qədim mənasını verir. C bəndi doğru cavabdır. D bəndi niyə olmaz? Cheap ucuzdur, expensive bahalıdır. Bunlar antonimdir. Doğru cavab C bəndidir. İkinci sual. Choose a line of nouns in the plural. Cəm isimlər cərgəsini seçin. Baxaq, A bəndində tost dişdir, təkdədir. Ona görə A bəndi olmaz. B bəndində kona təkdədir. İkinci mənasını verir. D bəndində marketlə ocean sözləri təkdədir. Doğru cavab C bəndidir. Wheels təkərlər, hikes ekskursiyalar, backpacks çantalar, kids uşaqlar mənasını verir. C bəndi doğru cavabdır. Üçüncü sual. Choose the correct articles. Düzgün artikelları seçin. During the hikes we see interesting place and meet interesting people. Burada article places sözü cəmdə olduğu üçün birinci tərəfdə. Article işlənməz, qeyri-müəyyən artıq işlənməz. Qeyri-müəyyən artıq yalnız tək isimlərin qarşısında işlənir, sayıla bilən isimlərin qarşısında. Burada ikinci tərəfdə people sözü insanlar mənasını verir, o da cəmdədir, onun qarşısında qeyri-müəyyən article işlənməz. Hər iki tərəfdə article işlənməz, C bəndi doğru cavabdır. Dördüncü sual. Choose a correct pronouns. Düzgün əvəzlikləri seçin. Baxaq. Spend holidays in the country. We spend us holidays. Us bizə bizi mənasını verir. Əgər olsaydı we spend our holidays düz gələrdi. Burada us işlənməz. B bəndində she spend her holidays in the country. İndiki sadə zamanda cümlə she üçüncü şəxsin təkidir və təsdiq formada, təsdiq cümlədə indiki sadə zamanda fe'lin sonuna s çəkilisi əlavə olunur. Gəl olmalıydı she spends. B bəndində səhvdir. I spend them holidays in the country. Bu olmalıydı. I spend my holiday in the country olmalıydı. Ona görə C bəndi səhvdir. They spend their holidays in the country. Onlar öz yay tətillərini kənddə keçirirlər. D bəndi doğru cavabdır. Beşinci sual. Choose the correct variant. What time does the train start? Sual cümləsində fe'lin sonunda indiki sadə zamanda s işlənmir. Starting burada doğru deyil. What time does the train start doğru cavabdır. C bəndi doğru cavabdır.